videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, sizləri Ağdaş rayonunun Dəhnə Xəlil kəndindən salamlayıram. Və xeyriyyətçi bacılarım, qardaşlarım, hər birinizə Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Dəyərli izləyicilərimiz, mənə bu kətdən müraciət olunmuşdu. Bir nənə zəng eləmişdi ki, 2 dənə nəvəm var, xahiş edirəm, bizə də kömək əlinizi uzadasınız. Çox sağ olsun, dəyərli bacı və qardaşlarıma öz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Yəni bu körpə balalar üçün göndərdiyiniz yardıma görə hər birinizə ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm. Deməli, dəyərli izləyicilərimiz, Ağsu rayonundan Ramin qardaşım, təşəkkür edirəm. 1000 rubl göndəribdir. Sabirabadlı Elnur qardaşım 1500 rubl göndərib. Ramik qardaşım, mənim dostum 1000 rubl göndərib. Samir qardaşım, təşəkkür edirəm. 500 rubl göndərib. Allah min əvəzin versin. Arzu balamızın adından həmişə olduğu kimi 500 rubl gəlib. Şöhrət qardaşım, təşəkkür edirəm. 800 rubl göndəribdir. Amir balanın adından 800 rubl gəlibdir. Allah min əvəzin versin, Allah canını sağ eləsin. Və Nail qardaşıma öz minnətdarlığımı bildirirəm. 600 rubl göndəribdir və Nail qardaşımız yenə 300 rubl göndəribdir və Nail qardaşımız yenə 200 rubl göndəribdir. Allah min əvəzin versin. Təranə bacımıza öz minnətdarlığımı bildirirəm. 500 rubl göndəribdir. Allah min əvəzin versin. Kazan şəhərindən Zaman balanın adından 500 rubl gəlibdir. Təşəkkür edirəm. Allah Zaman balanı saxlasın. Allah cibinizə bərəkət versin. Allah ruzi bərəkətinizi daha da bol eləsin. Gözəl izləyicilərimiz, 150 manat pul idi yığılan pulumuz. Mən də 120 manatlıq ərzaq alıb gətirmişəm və meyvə alıb gətirmişəm. 30 manatında maşınımıza yanacaq vurmuşam. Allah qazancınızı bol eləsin və hər bir kəsdən xahiş edirəm ki, videomuzu çalışın, sona qədər izləyin və komment yazın. Hər bir kəsdən xahiş edirəm, zəhmətimizin bəhrəsi sizin barmağınızın ucundadır. Yəni, hərə bir dənə kolxozun layıqını versə, o da bizim zəhmətimizin bəhrəsidir. Biz bu yola Allah xatirinə çıxmışıq. Qurban olum Allaha. Allah yardım eləyən bacı və qardaşların canını sağ eləsin. Yəni, atalarımızın bir sözü var. Əl tutmaq əldən qalar. Əl tutanların Allah əlindən tutsun. Allah mallarına, müşlərinə, qazançlarına bərəkət versin inşallah. Nənən sağıraydım. Salam aleyküm, hoş gördük. Nətəsiniz? Sağ olun, sağ olun. Hoş Otur, geliyorum bura. Aç otur. Adın neydi? Korkuz. Adım Korkuz. Siz idiniz değil mi? Ben. Video atan. Ben. Danışan. Ben. Bəli şirin. Buna işi biz gəlirik. Xeyr. Ama gördük dərdi. Ben. Allah yardım eləyən bacılarımızın, qardaşlarımızın canını sağ eləsin. Amin. Bu günlərim sizə 120 manatlıq salam verdim. 120 manatlıq ərzaq gətirmişim. Allah canınızı sağ olun. Sağ olun, çox sağ olun. Şirin ağzına yiyin. Çok sağ olun. Bu meyvə olduğuna görə əzilməsin deyə qabında gətirmişik. Qardaş, o uşağı qoydum da kömək eləyəm. Pişer sen gel pişer. O ağzı çekiyor. Seni Apa yığıb gel. Bu yığıb gel. Selam yürü. Ağırdı. Sağ ol. Şirin ağzına yiyin. Otu. At otu. Geliyorum bura. Ot geliyorum bura. Geliyorum Emin'in yanına. Geliyorum burada. Nasıl bir de Emin? Hem yemeğe pişiyor da pişiyor. Ağıllı bala. Evet, emin yok. Natasha, sen de emin yok.
Şeyiniz adam yiyeyim. Adı nedir? Adı Damla da. Devilmir, damladı. Damladı. Adıyla bu işi. Gel apar gel. Onu koyacağım bağırdım. Otu. Damladı adın. Toşunu verdim bana. Onu versen bana. Hı? Toşunu versen bana. Hı? Ver bir şey. Toşunu verme adını ne olur. Elimi altından tut. Soğandı ne bileyim. Çörek Allah herkes eliyse evine avadanlık verir. Sağ olun, sağ olun. Herkes benden beri sahibine yardım edin. Allah canını sağ olasın. Sağ olun. Orada koymuşlar. Yok orada olmaz. Değerli gözəl izləyicilərimiz, bax bu evdə yaşayırlar. Ev təzə tikilibdir. Bax bu gördüyünüz kimi burada 2 dənə körpə bala var. Yəni polu da görürsünüz də nə düzübdülər. Yəni bunları çəkməkdə gözəl izləyicilərimiz məqsədim bilirsinizmi nədir? Ona görə bunu çəkirəm ki, izləyicilərimiz görsünlər ki, bu nənə bizə həqiqətən bu evdən videonu çəkib atmışdı. Burada Qapısız idi burada. Orada qapısız. bura qapısı yoxdur, görürsünüz də. Bunun da Buranın da qapısı yox idi. Bax sizə video atandan sonra kənddən bir nəsə verir bunu. Bu qapında. Bax belə boş içdə heç bir şey yox. Yəni, boş evdə var. Allah xeyir versin bu balaların toyun görəsiz. Aç ondan ver yesin uşaqlar sən Allah. Boş qapısı. Hə. Qıqqadır. Moda bir dənə qıqqı. Moda bir də qıqqı. Yox sən ye, sən ye. Onu da sən ye. Ye, ham elə. Kızım, ay kukum yine de kurban. Ne alıp baba seni? Baba ne almış? Siz bunların atasının boynu kırılsın ki arada kurtarın balalar kırılmışlar. İkisi də qızdır, eləmi? Bəli, bəli. Buna da Allah. ülkəli, buna da damla. Ülkər Dabla. Bəli. Adları ilə böyüsün. Açığım yok işte. Çeyrek koydunuz mu? Çeyrek koydunuz. Yu ver. Ha, yu ver, onu qoy. Uşaq. Ben Hə, qoy yusun nənə, geçsin ye. O klokların birində, bəli. Ayşe. klokların birində ət var. Onu götürün qoyun xaladın. Kimində o? Gel böyle, gel. Uşaqlar üçün oradan qardaşımız deyib ki, xahiş edirəm uşaqlar üçün şirniyyat al. Birini verdim uşağın əlinə, orada var. Orada əlavə şirniyyətlər də var, uşaqlar üçün almışam. Allah hamısına sağ olsun. Sağ ol. O var paraşokdur, şampundur, belə şeylərdir. Onları götürün. Mama apardı yapalım. Hiç olmadı. Şirin ağızla yiyin. Allah bunun pulun göndərən qardaşlarımızın, bacılarımızın, analarımızın canını sağ eləsin, mallarına, mülklərinə bərəkət versin. Totu. At yaprıyı mən gəlirəm səndən çiyələk yiyəm. Hara qaçdın ondan? Damla telefona bak, telefona bak anne. Öyle bak. Totu. Mada versən onu. Hı? Deyə ondan. Çeyrete versen babayla. Qoy ağacıma görüm. Nəmə bir dənə maçı ver. Maçı ver. Ağırlı bala. Allah saxlasın. Allah bütün balaları saxlasın. Uşaqların qəlbini açıb sevindirən qardaşlarım. Allah qazancınıza bərəkət versin. Siz oturub əmiləriniz çiyələk yiyir. Elə. Moda verdin o toz. Babaya da verin da. Moda versən onu. Yox, ye var. Sizin ne evvelsi görülemezsin canlı yayını. Ne telefonlar yakıyor. Bebe bebe. Allah saxlasın balaların hamısını. Amin. Apar yu ye. Apay. Hə, yaxşıdır. Apar yu. Ağırlı bala. Babaya da.
Bu da kokasını yeyib, çələyin yeyib, yatıb. Elime ay. Görün bu uşaqlar nə qədər sevindi. Ay mənim gözəl izləyicilərim. Evlatlar Allah sevindirmeye sizə dəyməsin. seviyor Allah inşallah. var dövlətinizə, malınıza, mülkünüzə bərəkət versin inşallah. Çox sağ olun. İnsanlar. Çox sağ olun. Allah Çox sağ sizi olun. korusun. Vallahi heç mən gözləmirdim ki, ana bugünkü gün gələsiniz. Mən bu körpə nəvələrni yad edəsiniz, ziyarət edəsiniz. Yəni biz də əziyyətlə, zülmlə, yəni balaca bir daxmada yaşayırdıq. Çox sağ olsun. Ağdaşdan xeyir sevən insanlar yəni gəldi. Bunun xeyriyyətsiz insanlar ki. Bəli, xeyriyyətçi insanlar Hər kimsə əziyyəti, əməyi, maddi, mənəvi kimin bu evdə əziyyəti varsa, mən də öz izləyicilərimin adından və öz adımdan öz minnətdarlığımı bildirirəm. Allah hər birinin canını sağ eləsin, ömürlərini uzun eləsin. Amin. Allah hamının qazancını yaxşı işlərə qismət eləsin Bəli, inşallah. kəndimizdə gözəl insanlar çıxdı, köməklik elədi. Allah hamısına can sağ olsun. Çox sağ olun. Çox sağ olsunlar. Yəni belə yəni 19 il yaşadığımız o üstümüzə yağan yağışların daxmadan bizi çıxartdılar. Çox sağ olsunlar. Amin. Allah Yəni hamısının belə canını sağ eləsin. yoldaşımdır, yəni istəsəz belə açıb baba deyib dəmirdi baba. Cihaz var, bu yeni var, belə bir dəmirdi deyib. Əməliyyatla qoyulur. Bəli, altı elektroşok qoyulur. Yəni ayda bəli, ayda 220 manatlara bir ki pensiya alır. Onda bax bu taxtadır, bax bunları kreditdən götürmüşəm. Moğoldan kredit götürəm, elə pensiyada oraya gidir. Özünüz nə iş görürsünüz ana? Özüm bax, yəni yoldaşıma işə icazə yoxdur da. Özüm oğlum yanıma Ceyhun balında işləyirəm. Nəm ağaçda bir belli payız olanda belə vaxtda deyir törpək olmur. Nəm gilas bir il yoxdur. Bir keçən yəni gilas yığılır olanda. Ağaçda deyir pırnıq vaxtı pırnıq yığıram. Bəli, ağaca çıxıb pırnıq yığıram, bəli. Neçə yaşınız var? Mənim 76 təvəllüdüm. 76. Bəli. Amma mən yenə yəni Təvəllüd anamız gedir ağacası. bəli, özüm də 2 dəfə ağır əməliyyatdan çıxmışam yəni. Allah şəfa olsun. Allah birdən görsən özümün qılçaları tür yəni 2 həftə, 3 həftə yatağa düşürəm. Allah şəfa versin. Bəx ana çöldə aparatı göstərdinizə ki, o səni özüm deyir gedib bağlarla arasın. Bəli, ağaçların arası birini oğlum işlədi, birini özüm işlədi. 2 dənəsini alıbdı, oğlu ilə özü, oğlu da kusurludur. Bəli, talasamiya xəstəsi, ağır qan qırmızı Allah şəfa versin, Allah kömək olsun. Subay da o. Bəli, onu evlənməyə olmaz. Qızın uşaqları. Qızımın, bəli, balalar qızımın balalarıdır. Allah saxlasın, Allah bütün balaları saxlasın. Amin, amin. Allah kömək olsun. Amin, Allah sizlər qorusun. Allah bax, sizi bura belə nətər deyim, gətirən Allaha qurban olum. Sizi yol açıb bir qora gətirən, sağ salamat gəl çıxmışsınız, sağ salamat da balalarınızın, ailəsiniz, gedəsiniz. Bu bazarlığa əziyyət çəkən, pul qoyan insanların Allah evinə avadanlıq versin. Allah onların balalarını qorusun. Başda siz olmaqdan, bax bu qardaş olmaqdan, Allah hamımızı qorusun. Mənim dostumdur. Çünki mən axırıncı, valla Allah'ınız yəni belə çəkilişə gördüyümdən mən axırıncı və əti iyul ayını almışam evimə. Keçən ildə bir də olacaq. Mən evimə ət gelməyib. Allah'a and olsun. Mən evimə yəni undur, nə belə şeylər mən evimə gelməyibdir. Elə kəpik gəl, bax uşaqdan işləyirəm, 2 dənə, 1 dənə, elə oldu ki, gecə az yatmışıq. Vallahi indi siz ət çörək yapıyorsunuz, valla mən dünən evimdə çörək yoxdur. Allah kömək olsun. Allah çətirmişəm. Çox sağ ol. Allah canınızı sağ olasın. O pulun göndərən qardaşlarım, Allah qazancınıza bərəkət versin. Bax, əsl xeyriyyətçilik bax budur. Əsl yəni müsəlmanlarda atalarımızın yenə deyirəm bir söz var ki, deyir, əl tutmaq əldən qalır. Bəli. Yəni belə insanlara əl tutmaq valla o sanata keçir. Allah yaxşılıq, elədiyimiz yaxşılıqları qarşınıza çıxarsın. Balalarınızın qarşısına çıxarsın. Özünüzün qarşınıza çıxarsın. Qürbətdə yaşayan Azərbaycanlılarımızı Allah qorusun. Xətadan, baladan, mərdumazardan, pis insanlardan qorusun.
Allah malınıza, mülkünüze bərəkət versin. Bu Amin. günlər bu ailəni gəldik, sevindirdik. Bəli, bəli, çox sevindik. Çox. Allah sizləri sevindirsin. Amin. Çox sağ olun. Mən bütün izləyicilərimin hər birinə maddi, mənəvi dəstək olan elə izləyicilərimiz var ki, imkanı yoxdur pul göndərməyə, girir xoş sözlər yazır. Bəli, bəli. Xoş sözlər yazır. Kanalımızda iştirak edir. Ürək dirək verir. Like verir. Bəli. Videolarımızı paylaşır. Yəni sizin hamınıza ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm. Və bu ailəyə pul göndərən bacılarım, qardaşlarım, təşəkkür edirəm. Allah balalarınızı saxlasın. Allah canınızı sağ eləsin. Ömrünüz uzun olsun. Həqiqətən də, yəni gətirdiyimiz ərzaq bax bu ailəyə düşür. Çox sağ olun. Allah xətrinizi. Allah canınızı sağ eləsin. Amin. Çox sağ olun Amin. sizlər. Şirin ağızdan yiyin. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. İnşallah Allahın izni ilə Allah qismət eləyər. Bir də gələrik. Allah qoysun. Allah həmişə sizi belə gülər üzünüzü Allah heç vaxt kim Çox sağ olun. verməsin. Çox sağ olun. Çox Allah sağ olun. canınızı Allah sağ eləsin. mərdim azardan uzaq eləsin. Amin. bizləri. Əsas bəli, əsas odur. Gözəl izləyicilərimiz, bugün olan çəkilişimiz elə bax burada yekunlaşdı. Ayrı-ayrılıqda hər birinizə öz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Allah malınıza, mülkünüzə bərəkət versin. Allah sizləri mərdim azarlardan qorusun. Amin. Öpürəm bir balaca qardaşınız kimi hər birinizi. Çox sağ olun.